Mən Babayev Cəmil İbrahimoğlu. Özüm 45 sayılı kommunal mənzil istismar bildiyin işçisiyəm. Çalışıram bəli. 5-ci ildir bu gördüyünüz bu parkda xidmət eləyirəm. Nə xidmət göstərirsiniz? Xidmətim təmizliklə bağlıdır, amma təmizlikdən başqa bu gördüyünüz bu yaşıllaşdırma işi də mən özüm baxmışam, yəni söz veriblər, deyiblər ki, xanımı da işə götürəcək. Götürüblər. Yoldaşınızı? Bəli, yoldaşım. Özüm 6 uşaq atasıyam. Hal-hazırda yoldaşınız çalışır? Xeyr, yoldaşım işləmir. Dövlətin də ayırdığı sosial müavinət kəsilir. Ona görə ki, deyirlər uşağın... Şikayətiniz nə ilə bağlı? Şikayətim odur ki, yaşayışım çox acınacaqlıdır. Özümü unuduram, bəzən görürsən. Məsələn, cəmiyyətin halına yanıram. Bu yolu zəhmət olmasa çəkin. Bir baxın, görün oranın vəziyyəti nətərdir. Bəzən görürsən, su gəlir, yağış yağır. Hamısı bərbad günündə. Millət keçir üstünə. Tələbələrin gedən yoludur. Arazın qabağıdır. Baxın da... Kanalizasiya sistemləri də fəaliyyət göstərir. Fəaliyyət göstərmir. Bu fontanı gəlmirən yaxınlaşdıra bilərik. 5 ildir bu cəmiyyət oturub bu fontan işləsə, hamı ana-bacılarımız var. Müəllim, məni Allahdır, 1 ildən artıq, 2 ildən artıqdır. Mən burada bu yaşıllaşdırmanın açılan ağaçları da, suvaran da mənəm. Sizin Allah'ım nə dedik? Allahdılar, işə götürəcək, xanımı götürmədilər. İndi ona görə dövlət sosial müavinatımı da kəsiblər. Özüm dediyim kimi 1-ci Qarabağ döyüşünün könüllüsüyəm. 6 övladım vardı. Bu məsələləri xahiş edirəm. Əgər çəkişsə, bu dövlətimizə səsimizi yəni hara deyirik çatdıra bilmirik. Ümid edirik ki, aidiyyəti orqanlar bu məsələ ilə bağlı ciddi məşğul olarlar. İnşallah. Mən 2 dənə əsgər böyüdürəm. Birinin ağ bileti məktəbdən gəlibdir. Mən özüm necəyəm, necə ki o vətənim üçün yanmışam. Vaxtında uşaqlarım da o təfəkkürün sahibidirlər, amma təəssüflər olsun ki, bəzi necə deyim, düzdür, hamısına şamil deyil, yaxşı məmurlarımız vardı. Şəxsən mənim müdiriyyətimə çox razıyam ki, məsələn, layiqincə işlər görür. Başçımızdan da çox razıyam ki, məsələn, faydalı iş görür. Vaxtında məsələn, bizdə Naxçıvanla buranın sənədləri, qanunları eyni deyildi. Məni burada pandemiyanın vaxtında işə götürdü. Amma işim göz qabağında, layiqli işimi görürəm. Sadəcə olaraq bildirirəm ki, bəzi məmurlarımız vardı ki, həqiqətən də dərs almalıdırlar. Elə bil ki, dədəsinin məmuru. Sən dədə borcum deyildi ki, gətdin buranın yaşıllaşdırmanı bellətdirdin. Aylıq nə qədər maaş alırsın? Ayda 450 manat pul alıram. İndi təzəlikdə deyiblər qaldıracaq. İnşallah ki, məzuniyyətdəydim, çıxmışam, 200 manat almışam. Özüm də ki, bankdan pul götürmüşəm, güya ki, evdə uşaqların günün güzəranını düzəldəm, bankı da verə bilmirəm, bir tərəfdən də oradan görün. Amma xahiş edirəm ki, mənim səsimi yuxarı orqanlara çatdırasınız ki, bəlkə səsimi dövlətim eşitsin də. Mən dövlətim üçün yanmışam. Heç olmasa dövlətimin də vicdanlı məmurları mənim səsimi eşitsin. Həm mənim üçün özümün qalım qırağı dediyim kimi faydalı olaq da. Yollar da bərbaddır. Dediyim kimi 4 ildir işləmir bu fontan. Başlı dəfələrlə tapşırıq verir. Görünüş üçün, bəli. Hələ bəzən görsən şlankla doldururam Allah üçün ki, Allahın yaratdığı quşlar da var da. Gəlirlər suzan zaddan içirlər. Bax belə. Çox sağ olun, minnətdarıq sizə, sağ olun. Təşəkkür edirəm ki, diqqət elədiniz. Sözümüzü yerdə qoymadınız, çəkiliş elədiniz.